Trump Rusiyanın bu hərəkətinə hiddətləndi. Putin odla oynuyor. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump bu barədə sosial şəbəkəsindəki hesabında yazıb. Vladimir Putinin başa düşmədiyi odur ki, mən olmasaydım, indiyə qədər Rusiyanın başına çox sayda pis şeylər gələrdi. O odla oynayır. Xatırladaq ki, mayın 25-də Reuters Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında münaqişə başlayandan bəri Ukrayna ərazisinə ən böyük hava hücumunu həyata keçirdiyini xəbər vermişdi. Baş verənlərə münasibət bildirən Trump, Rusiya liderinin hərəkətlərindən narazı olduğunu və onun niyə belə etdiyini bilmədiyini söyləyib. Ağ Evin sahibi vurğulayıb ki, o həmişə Putinlə anlaşıb, lakin indi o şəhərlərə raketlər atır və bu onun narazılığına səbəb olur. Trump həmçinin Rusiyaya qarşı yeni sanksiyaların mümkünlüyünü də açıqlayıb.